Belə bir gözəl havada sizləri salamlayıram. Bugün sizlərə yeni bir vlog çəkəcəm. Bu paltar asanları o qədər alıram. Yenə də bax, bu da sınıb. Çox təəssüf olsun ki, bunu çox bahalı almışdım. Yenə də bu da demək olar sınıb. Paltarlar demək olar ki, hər gün asırıq və gəlirik, yerdə görürük. İndi belə bir balkonda görmüşəm. Onu gərək elətdirim. Sifariş verim, o daha uyğun olur. Həm bizim balkonumuz balacadır, həm də ki havada daha yaxşı olacaq, həm də tez-tez sınıb bu qədər pul vermərəm. Bunu vaxtında etməliydim. Hər kəsi xoş gördüm. Vloguma xoş gəldiniz. Bugünkü vlogum inşallah ki sizə maraqlı gələcək. Bazar günüdür, evdəyəm. Müəyyən bir işləri görəcəm. Keçən vloglarda da məncə vurğulamışdım mən. Evlərimiz balaca olduğuna görə oğlum bizim qonaq otağımızda yatır və ilk öncə oradan təmizliyə başlayacağım. Təmizlik edərkən isə biz qadınlardan biri sizlərlə söhbət edəcəm. Son zamanlarda ən çox müşahidə etdiyim odur ki, xanımlar xanımlara daha çox baxıllıq eləyirlər. Xanımlar xanımların uğurlarını daha çox istəmirlər. Mən paylaşımlar eləyirəm, həm Instagramda aktivliyimi göstərirəm, həm YouTube'da aktivliyimi göstərirəm. Özümüzkilərdən başlayaraq ən çox, ən pis rəylər yazanlar, ən negativ rəylər yazanlar ən çoxu xanımlardır. Nədənsə bir xanım irəli gedirsə, bir xanım inkişaf eləyirsə, bir insan bu həyatda daha yaxşı nələrəsə nail olursa, ayrı bir çox xanımların gözü götürmür. Niyə belədir, mən onu anlaya bilmirəm. İndi mən başa düşürəm ki, hər zaman biz istər toylara gedəndə, istər yığıncaqlara gedəndə, hər hansı bir yerə, çölə belə çıxanda biz özümüzə bəzənirik ilk növbədə. Sonra ən çox bizə kim baxır? Xanımlar baxır. Bəzən siz də hiss eləyərsiniz, hansısa bir xanımlar olan toplantıda olsaz, siz fikir verin ki, hər kəs aşağıdan yuxarıya və göz süzərək yəni bir-birini izləyirlər. Onda belə var idi, onda bu var idi, bunda bu var idi. Özündən daha yaxşı geyinən, daha çox özünə baxan birini görürsə, mütləq şəkildə onun arxasınca qeybətə başlayırlar. Təbii ki, bütün xanımlara bunu şamil eləmirəm, amma ən çox müşahidə etdiyimi sizə deyirəm. Çünki son vaxtlarda mən Instagramda yemək videoları paylaşıram. Burada da arada short videolarda paylaşıram. Çünki mənim Instagramda hardasa 6 il dayanmadan çalışdığım səhifə var ki, onu mən 6 ildə o aktivliyi yarada bilmədim. Amma həmin yemək videolarında, həmin səhifədə, mən blog Seva səhifəsində mən daha tez o nəticəni əldə etdim. İnsanlara maraqlı olan videolar çəkib paylaşmalıyıq. Xanımların ən çoxu da yəni orada mənfi rəylər yazırlar və ən çox da izləmə həmin videolara gəlir. Təsəvvürünüzə gətirin ki, bir ev təmizliyi videosunu çəkirsən, onu qısaldırsan, onun üzərində çalışırsan, hazırlayırsan, paylaşırsan, ona o qədər baxış gəlmir. Amma bir dəqiqə oturursan, yeməyi yeyərkən video çəkirsən, paylaşırsan, görürsən ki, rekord sayda baxış gəlir. Axı bizə bunu elətdirən siz izləyicilər, siz xanımlarsınız. Siz nə qədər bu həvəslə baxacaqsınızsa, biz də o qədər belə şeyləri daha çox çəkməyə meyilli oluruq. Yəni əslində bir çoxları özləri nəyisə bacarmadığı halda arxasında o sözləri yazırlar. Qayıdıb hətta yazanlar var ki, deyək ki, sən böyük bir iş görsən, oturub març yemək yeyirsən və ağıllı-ağıllıca danışırsan. Biz bu həyatda yalnız ən birinci bu işlərin hamısını bir yemək üçün görürük. Yəni biz səhər ayılırıq, yemək evindən heç kim dayana bilmir. Günorta gəlir mütləq yemək. Bir gün yemək yemədən ikinci gün artıq insan özünü pis hiss eləyir. Yəni yemək yemək həqiqətən ayıb deyil. Bugün yemək hazırlayacağım. Əslində ət toyuq əti olduğuna görə öncədən biraz qaynadıram. Çünki biraz ətin mikrobu, nəysə keçsin deyə həmişə qaynadıram, biraz suyunu çıxardıram. İşlərimdən ən çox bəyənmədiyim kartofun soyulmasıdır. İndi görəcəksiniz ki, mən yüngül, yəni ki, daha nazik təmizləyə bilmirəm kartofları. Özü də ki, son vaxtlar aldığım ən çox kartoflar yaşıldır. Bir çox qızlar paylaşmışdı mənim videolarımın altındakı yaşıl rəngə boyanmış kartoflarda zəhər olur, günəş keçir. Nə bilim, alanda tam olaraq paketin içində bilinmir. Ona görə alıb gətirəndən sonra belə indi görürəm ki, yenə də həmin vəziyyətdədir kartoflar. Demək olar ki, yaz ayları gələndən sonra bizim bir ayağımız Xaçmazdadır, bir ayağımız kənddə. İstər-istəməz hava isti olanda insan can atır ki, kəndə getsin, yaşıllıqdan biraz hava alsın. Qışda heç sevmirəm oraya getməyi, amma yayda daha çox gedirəm. Bəlkə vloglarda izləyirsiniz, davamlı oraya gedib gəlirəm. Bugün də biraz işlərim var. Yekunlaşdırandan sonra inşallah ki, kəndə getməliyik. Orada gedib bir-iki iş var, onları həll edib qayıdacağıq. Amma mən bu yaxınlarda düşünürəm ki, sizlərə sırf kənddə bir qəşəng maraqlı vlog çəkim. Çünki bir dəfə çəkmişdim payız ayında. Ən çox demək olar ki, vloglarımdan baxış həmin vloqa gəlmişdi.
Nədənsə xanımlarımız kənd vloglarını daha çox bəyənirlər. Düşünürəm ki, götürüm bir vidrə, gedim bir inəyi sağım. Düşünürəm götürüm bir təzə toyuqlardan, kəsim onu, təmizləyim. Və necə deyirlər, bir tövləni təmizləyim, ot yığım, nə bilim, kartof əkim, kələm əkim. Belə işləri görüm ki, xanımlar da maraqla onları izləsinlər. Kartofları, soğanı qəşəng təmizləyəndən sonra biber, pomidor, ət və kartofu. Hamısını qəşəng xırda doğrayacağım. Sonra da qovuracağım qəşəng tavada. Çox dadlı olur bu arada. Buğda qızardanda çox dadlı, ləzzətli olur. Mənim yaz aylarında uşaqlar məktəbdən gələnə kimi başqa bir yemək ağlıma gəlmir. Sadə və rahat bir yeməkdir. Düzdür, əslində tez oyanmışam. Sadəcə ev işləri, online iş. Ona görə mənim daha çox vaxtım alır, çatdırmaq olmur. 2 dənə dedim yaşıl biber gətirir. Götürüb mənə 4 dənə biber gətirir. Fərqli deyir, onlar daha dadlı olur. Dayanayım hamısını da əlavə edəcəm. Yanda içlərini tam olaraq təmizləyəcəm. Çox yumşaldır özü də. Bunlar amma bərkdir. Video çəkmişəm, short videolar. Yaşıl biberdə də çəkmişdim. Bu biberdə də. İnanın ki, bu biberin dadı yox idi. Gözəlliyi çox qəşəngdir, amma yenə də dadına görə bu biberlər dadlı olur. Həm qalın olur bunlar. Çox dərsi qalın olur. Bilmirəm nə sortsa, axır dadı o qədər gözəl olmur. Bizim ən çox bilmirəm sizdə evdə istifadə etdiyimiz sarımsaqdır. Özdəki söhbət yaz-yay aylarından gedirsə. Mən südü, nə də ki, mənim uşaqlarım südlü yeməkləri sevmirik. Bizim ən çox sevdiyimiz qatıqdır, doğramacdır. Mənim ən çox sevdiyim doğradır. Südü, qatığı sırf ona görə alıram. Öncə bunu da xırdalasaq bəs eləyər. Kartofları bu naxışlı bıçaqla kəsəndə daha qəşəng qalınır. Gərək bizim evdəkilərə bir-bir sayasan alacaq məhsulları. Deyirəm pomidor, xiyar, biber, tərəvəz gətir. Alıb bir-iki dəstə göyərti gətirməz. Gəl onun üçün təzədən təkrar zəng eləyim ki, axı göyərti gətirmədim. Çünki bu yemək hazır olandan sonra üzərinə göyərti əlavə eləyəndə dadı gözəl olur. Bəlkə olduğuna görə kartofu öncə əlavə eləyirəm həmişə tavaya. Əslində bu yeməyin adı buğlamadır, amma mən bunu buğlama adlandıra bilmərəm. Çünki toyuq ətindən buğlama hazırlamaq o qədər də ürək açan deyil. Niyə? Çünki toyuq ətinin dadı olmur o qədər. Pəhriz əti sayılır. Sırf buğlama üçün bizə mal əti lazımdır. İri sümüklü, qəşəng iri tikələrdən. Bax, ondan buğlama hazırlamaq olur. Çünki onun dadı tam başqa olur. Uşaqlar biraz toyuq ətinə meyillidir deyə mən də bu toyuq ətindən belə bir yeməklər hazırlayıram. Həm düzdür, evdə başqa işlərin olarsa tez hazırlanan, rahat hazırlanan yeməkdir, həm də ki dadlı olur. Çünki bütün tərəvəzləri tavaya əlavə edib qapağını bağladıqdan sonra duz, istot, sarı kök, təbii ki ədviyyatları əlavə edəndən sonra o buğda, o qəşəng bütün bir tərəvəzin dadı o birinə keçdiyinə görə dad daha ləzzətli olur. Misal üçün mən toyuq ətini götürüb ondan bir adi körək hazırlasam, onun dadı olmur. Bax, belə hazırlayanda amma biraz buna çox yox, bir stəkan yarım su da əlavə etsəz, həmin suyun içində pomidordan da su çıxır. Düzdür, yaz aylarında pomidoru biz biraz az əlavə edirəm, çünki o qədər pomidor dadlı olmur. Amma yay aylarında pomidoru daha çox əlavə edəndə heç suya o qədər ehtiyac olmur. Bir yarım stəkan su əlavə etsək, bütün pomidorda olan su çıxır və qəşəng vam odda, yəni buğlama kimi dadlı bir yemək hazırlanır. Qəşəng qapağı bağlayıb vam odda yeməyi hazırlamağa qoyacağam. Yarım saata hazır olacaq. Əsas işimizin böyük hissəsi bitib və yemək hazır olana qədər isə qabları yuyacağam. Ümumiyyətlə bəzən vloqlar qabağıma çıxır. Qısa ən əsasda reis videolar, qabyuma videoları. Baxıram, nədənsə bəzən işdən çox yoruluram. O yorğun beynim yerinə gəlir. Çox sevirəm həqiqətən də. Özü də ki o reis videolarda xanımlar danışır, qabları yuyur. Mən də baxıram, durub deyirəm, yox, mən qabları yumalıyam. Mənim çox vaxtı qızlarım qablarını yuyur.
Çünki 2 qızım artıq böyüyür, mənə çatmır. Bəzən də bax dediyim kimi əsəblərim sakitləşsin deyə özüm də götürüb qablara yuyuram. Çünki həftədə 3 gün mən olurum məntəqədə, 3 gündə qızım olur. Əvvəl amma 7 gün dayanmadan ofisdə olurdum. İnanın ki, mən bu şirkətdə işləyəndə, təzə komandalar quranda çətin olurdu komandalar yaratmaq, onlarla işləmək, onları lider yetişdirmək və dayanmadan günün təsəvvürün ki 18 saatını telefonda buna cavab ver, ona cavab ver, buna bax, ona bax. Bu şəkildə keçirdiyimə görə artıq 2 əlimlə başıma tutduğum vaxtlar var idi ki, dayan artıq, yəni ki, həqiqətən beyin dözmür. Ona görə deyirəm ki, xanımlar, vallahi bu həyatda bizim qazandığımız hər bir uğur bizim zəhmətimizin bəhrəsidir. Bugün mən izləyirəm bir çox boş vaxtlarında uğurlu insanları izləyirəm. O uğurlu insanların hər biri böyük əziyyət, böyük zəhmətlə uğurları əldə edib. Amma qıraqdan baxan deyir ki, filan kəsin belə maşını var, filan kəsin belə evi var, filan kəsin yəni uşaqları belə yaşayır. Bəxtəvərdir, gəzir həftədə bir yerdə. Yəni onun o çəkdiyi əziyyətləri təbii ki, qıraqda olan insanlar görmür. Mən də əvvəl düşünürdüm belə. Amma indi baxıram, yəni özüm bütün qazandıqlarımı zəhmətimlə qazandığıma görə deyirəm ki, həqiqətən də zəhmətsiz, əziyyətsiz, çalışmadan uğuru əldə etmək olmur. Bu günlərdə Qolqayalda maraqlı bir çaşka görüb onu götürmüşdüm. Qiyməti 7 manat 20 qəpik idi. Bugün evdəyəm dedim, fasilə vaxtıda özüm üçün bir qəşəng ədviyyatlı çay hazırlayıb tək içim sərin evdə. Adama ləzzət eləyir. Hər zaman biz dədə-baba qaydalarına uyğun olaraq ilk növbədə çayımızı dəmləyirik və o çay dəm alandan sonra stəkana biraz töküb təkrar çaynikə əlavə edib və təkrar çaşkamızı sürük. Belə olanda çay daha gözəl rəng alır. Biraz da paltarlar var, yığışdıracağım, ütüləmək qalacaq bugün vaxt çatdıra bilməyəcəm. Çünki hadayamadan səhərdən axşama qədər işləmək də doğru deyil. Bayırda çox gözəl hava var, ona görə də biraz da gəzməyə vaxt ayıracağım. Görüm uşaqlardan hansını tapa bilirəm. Xanımlar, siz də mənim kimi, baxın, evdən çıxmadan ev işləri görərək, qalan boş zamanınızı pula çevirmək istəyirsinizsə, vlogun üstündə əlaqə nömrəmi də qeyd eləmişəm. Altda açıqlama bölməsində bizim qrup linkimiz var. İstəsəz oradan da keçid ala bilərsiniz. Pulsuz qeydiyyatdan keçib öz evinizə lazım olan məhsulları alaraq siz də burada evdən çıxmadan gəlir qazana bilərsiniz. Əminliklə deyirəm, komandama qoşulan bütün məsləhətçilərə şəxsi xüsusi sponsor hədiyyəm də var. İstəsəz sizə qızıl Pandora qolbaq hədiyyə verəcəm, istəsəz də promokod şəkildə pul hədiyyəsi ya da fabrikdən müxtəlif hədiyyə dəsti. Bundan əlavə siz qeydiyyatdan keçən andan sizin üzərinizə qeydiyyatlar yazılır və tez bir zamanda rütbə açacaqsınız, gəlirə çıxacaqsınız. Amma unutmayın ki, linkdən keçid alıb tək məndən gözləmək olmur. Siz özünüz də çalışacaqsınız məndən, hər şeyi mən sizə öyrədəcəm və birlikdə gözəl gəlirlərə sahib olacağıq. Bu arada onu da qeyd edeyim ki, mən Fabrik şirkətinin təsdiqlənmiş brilliant direktoru, açıq rütbədə elit direktoruyam. 8 ildir bu şirkətlə əməkdaşlıq eləyirəm. Həm özüm qazanıram, həm də yüzlərlə, minlərlə xanıma pul qazandırmışam. Ona görə əminliklə bizi seçə bilərsiniz. Bugün bazar günü olduğuna görə biraz geyindim, hazırlaşdım və Zəfərə gedəcəm, parka gedəcəm oğlumla. Hər dəfəsində da evdə olanda ev işlərini görəsi deyiləm ki, biraz da gəzməyə vaxt ayırım. Bugün Orxanla çıxmışıq gəzməyə. Marajna yiyəcəyik, qəşəng parkda gəzəcəyik. Hansı marajna istəyirsən Orxan? Bugün bunun seçimi olacaq. 20 saat günüdür. Hələ indidən sifarişləri deyir. Elə bilirəm hamı evdədir. Çölə çıxdım, Zəfərə gəldim. Təsəvvürünüzə gətirin, hamı buradadır. Piknik eləyirlər qəşəng isti havada. Mağazaya ilk gələndə ən birinci xərək çörəyini götürdüm. Demişdim bugün alışveriş eləməyəcəm. Hansını istəyirsən? Sayımız? Nədir ki? Nə bilim, hansını istəyirsən? Götür. Dadı necədir? Çıtadlı olur. Bunlar qısana özel ya. Başqa? Hansı? Bunlar qısana özel. Götürdü hansını istəyirsən? Yaşıl. Ev üçün həmişə super sun alıram. Mən çoxunu sınamışam, amma ən gözəli bu çıxıb. Bunlar da çox bahalaşıb. Bu dəfə bu Bellanı alaq. Orxan, götür Bellanı. Görək hansını yap. Semişka çeşidlərinə baxın. Hansı? Yox, ondan xoşum gəlmir. Böyük. Mən xoşum gəlmir ondan. Böyük. Bella çıxar yaxşıdır yenə də.
Belə çıxalaq. Patron al. Bu duzlu patron al bir dənə. Al. Bunu al. Yaxşı deyil. O patrondur. Bu patronlardan al. Ağı. Ha al. Deyəm baxaq marajnalar hansı var. Çox az deyil, çeşidi. Aç bir dənə plomber al mənə. Ne? Hə. Aç. Götür bir dənə, özünə də götür. Güzel olsun. Hə. Plomber istəmirsənsə götürmə. Bunu götür. Bu necədir Orxan? Ondan istəyirsənsə ondan götür. Aç götür. Yaşlı istəyirsən. Baxaq hansımızın dadlı olacaq. İstəyirəm ki, Instagram üçün turşu yeyərək video çəkim, amma hansı daha yaxşı olur bilmirəm. Yaz aylarında ümumiyyətlə ehtiyat edirəm. Peki belə qarışımlar qəşəng olar. Qızım deyir sarımsaq al. Təkcə sarımsaq çək bu. Zəfər çox qalabalıqdır deyə biz gəldik bizim heyvanlar parkımıza. Piknik meydanımız. Durub yiyəcəyik burada. Orxanın marajnası dadlıdır, yoxsa mənim dondurmanın al. Aç baxaq, şokoladlıdır. Bəh. Hansımızınkini daha dadlıdır. Mən ümumiyyətlə ən çox plombiri yeyirəm, ona görə də etibarlı marajna kimi onu götürdüm. Kızlar akşam sushi sipariş vermişik. Mən həmişə deyirəm, sushiləri o qədər sevmirəm, amma oğlum istəyir deyə, uşaqlar istəyir deyə sipariş verirəm. Aç Orxan, özü necə qaçıbsa baxın. Bu yenə də qızardılmış, biraz yeyə bilərəm. Necədir səncə? Mama deyir, hamısını qızardılmış sipariş vermə. Bir dəfə belə fərqli sipariş verdim. Seçim arasında qalmışam. Sabah bizim ofisimizin açılışı olacaq. Hədiyyə nə alım? Əslində belə bir şeylər çox almışam qızlara, çox bəyənirəm. Bunu mənə də hədiyyə eləmişlər, mənim ofisimdə hədiyyə gətirmişlər, çox bəyənirəm. Eyni şey olmasın deyə fərqli bir şey seçəcəyik. Gəlin baxaq, o bir məsləhət verir ki, belə bir gül falan al, belə maraqlı. Həm yanında bloknot falan belə. Mən belə görürəm, sadə bir şeydir, ucuzları görsənir. Ona görə də hələ gəzirəm, baxıram. Bir dənə də başqa bir şey var, ona da baxaq. Bunu çox bəyəndim. Ən çox bəyəndiyim bu oldu. İçi də çox bəyəndim. Ən çox bunu bəyəndim. Ofis üçün qəşəng gedir. Bunları da çox almışam qızlarımıza. Bu günlərdə bir direktorumuzun ad günüsünə də almışdı. Çox qəşəngdir bunlar da. İndi görək seçim eləyək qızlarla. Görək hansını alacaq. Əslində qəşəngdir. Bu saat da qəşəngdir. Bunu götürdüm. Qəşəngdir məncə. İkine şey verin.